Bağışlayın da, mən də sizin kimi yersiz və ədəsiz gəlmişəm. Ona görə çalışacağım, çox vaxtınızı almayayım. Mənim bir rəfiqəm var. Evlərinə qonaq gələndə əyləşmir ki, qonaq tez çıxıb getsin. Eşidirəm. Bilirəm ki, müstəntiqsiz. Müstəntiqlər də adətən cavab verməkdən çox sual verməyə vərdiş ediblər. Ona görə ehtiyat edirəm. Sizdən nəsə soruşmaq olar? Çox dolambac gəlir sənə. Bəlkə konkret danışasan. Ver. Sualını ver. Müstəntiq xasiyyətin özünü göstərdi. Sual verən kimi əsəbləşdin. Əsəbləşməmişəm. Sualını gözləyirəm. Sən bura niyə gəlmirsən? Bir dəqiqəyə. Sən özünü təqdim eləməmiş, adını deməmiş, bu nə sual versən mənə? Mən sənə hesabat verməliyəm? Rəsmiyyəti sevirsənsə, özümü rəsmi şəkildə təqdim edə bilərəm. Hacıyeva Zərif. Amma Fəxri mənə Zara deyir. Bu da mənim çox xoşuma gəlir. Hə, olsun. İndi bura gəlişinin səbəbini de. Heyf ki, sualıma cavab vermədin. Sənin üçün çətindirsə, mən cavablandıra bilərəm. Bilirəm. Sən bura Fəxriyə görə gəlmisən. Xəbərin olsun ki, özünü ona göstərə bilməyəcəksən. Gəldim deyim ki, boş yerə vaxt itirmə. Qayıt, çıx get. Bu ixtiyarı Fəxri özü sənə verib. Baxıram belə çox rahat danışırsan onun adından. Hər halda başımı onun sinəsinə qoyub rahat şəkildə qol-boyun yata biliriksə, demək ki, onun adından da danışmağa haqqım çatır. Demək ki, görməmsən. Fəxrinin adından başqa nə deyəcəksən? De, ürəyimi boşalt. Yorulmuşam, istirahət eləmək istəyirəm. Fəxrinin adından sözünü elə kinayə ilə deyirsən ki, onun üzü gəlmir də sənə deməyə. Ona görə həvalə edib mən deyirəm. Biz nişanlanırıq. Çınar əmi razılığımızı verib. Sərvinaz xanım da xeyir duamızı verib. Fəxri özü də etiraz eləmir. Gəldim bura səndən xahiş eləyim ki, bizə mane olmayasan. Çınar əmin gətirib səni bura. Ürəyincə deyil. Sən axı Fəxrinin qarşısında məğrur qız rol oynuyordun. Küsmüşdün, barışmırdın. Xahiş edirəm, o obrazı mənim üçün də oyna. Sözlərimdən acıq elə və çıx get. Sən necə fikirləşirsən? O obrazı mən oynaya bilmişəm? Məncə pis alınmır. Amma xoşbəxt qız rol oynamaq səndə alınmadı. Dur, get. Cəld ol.